xeyir, əziz qohumlar, qonşular. Bu günləri bu mənim 60 illik yubileyimə hamınız xoş gəlmişsiniz. Gələn ayaqlarınız var olsun. Bu bir, yəni ki bir ad günü deyil, bu qohum əqrəbəni biz bilirsiniz də, biz qaşqın şüfərlərimiz Azərbaycanın rayonlarında, kəndlərində, indi bu günlər burada Şamaxıdan da, nə bilim Xırdalandan da qohum əqrəbə var. Bunları ildə bir dəfə üzün görmürük. Elə bəhanə oldu ki, bu ad günü qohum əqrəbəni yığın, bir yerdə xatır qalsın. Çox sağ olun, əziyyət çəkib gəlmişsiniz. Həmişə xeyir işlərdə görüşək. Sağ olun. İndi mənim 30 illik dostum, qardaşım Xürrəm müəllimə verirəm mikrofonu. Xürrəm müəllim mənlə beraber, mən o ağsaqqaldır. O ətraflığı gene bütün sözlərini deyə bilər. Salam, axşamınız xeyir. Hörmətli qohumlar, hörmətli dostlar, hörmətli qardaşlar. Bugün elə bir gözəl insanın məclisinə yığışmışıq ki, onun haqqında mən şəxsən saatlarla danışsam, mən deyərəm azdır. Dilgər, yəni özü dediyi kimi biz 93-cü ildən bu günə qədər daimi bir yerdə olmuşuq. Həmi qonşu kimi, həmi iş yoldaşı kimi, həm dost və qardaş kimi, ailəvi dost kimi olmuşuq. Bugün də bu dostluq, bu münasibət davam edir. Söz yox ki, az adamlarda olar ki, belə bir münasibəti 30 il, 40 il, 50 il saxlaya bilsin. Nə qədər canımızda can var, mən elə bilirəm ki, bu münasibəti biz daimi saxlayacaq. Buna görə ki, bizim dostluğumuz təmiz, bir su kimi bir dostluqdur. Dilgəm haqqında nə deyə bilərəm? Onu deyə bilərəm ki, Dilgəm yaxşı valideyndir, yaxşı qardaşdır, yaxşı dostdur, yaxşı qonşudur. Demək olar ki, insanın xüsusiyyətlərində nə qədər müsbət xüsusiyyətlər varsa həyatında, Dilgəmdə demək olar ki, bütün onlar hamısı cəmlədir. Dilgəm həmişə mən fikir verirəm. Hardasa bir qohumun nəysə zərrə qədər bir problemi olursa, Dilgəm onun yanındadır. Bir dostunun hardasa bir problemi olursa, Dilgəm onun yanındadır. Bir qardaşının, bacısının, ümumiyyətcə bu adam həyatını elə il üçün, doğmaları üçün, qardaşları üçün, dostluqları üçün həyatını sərf edir. Ona görə də Dilgəm əvəzsiz bir qardaşdır, əvəzsiz bir dostdur, əvəzsiz bir demək olar ki, ailə başçısıdır. Gözəl ailəsi var. Mən hər adamda onları görmək olmur. Adamlar var həm qardaşları üçün, həm bacıları üçün, həm ailəsi üçün. Baxırsan, amma Dilgəm demək olar ki, şıram kimi həyatını bu istiqamətdə sərf edir. Dilgəm, bir daha sənə can sağlığı arzulayıram, xoşbəxtlik arzulayıram. Allah taladan arzu edirəm ki, subaylarımız var. Qaqaşın, bacımızın, balacan, qızımızın xeyir işləri olsun. Belə yox, əlbət ki, çox böyük bir məclislərdə yığışaq və Dilgəmi orada öpək, təbrik eləyək. Gül olsun, nəvə sahibi olasın. Öpürəm qardaş, can sağlığı, xoşbəxtlik. Və mən onu qeyd edeyim ki, nəvələri olan bilir ki, nəvə nə deməkdir. Ona görə mən elə Dilgəmə nəvələrinin çox olmasını arzu edirəm. Allah da bir daha sənə can sağlığı versin. O bugündən sonra nəvələrlə yetin çəkilsin. Öpürəm, bağrıma basın. Sağ ol, sağ ol. Bir daha sənə can sağlığı. Var olun. Ad günün, şad günün, mübarəkdir, mübarək. Ad günün, şad günün, mübarəkdir, mübarək. Ad günün, şad günün, mübarəkdir, mübarək.
Dilgən müəllim, sizi istəyirlər. Bir zəhmət bura buyurasınız mikrofona. Əziz və istəkli qonaqlar, dostlar, qardaşlar, xoş gəlmişsiniz. Belə bir şey demək istəyirəm. 5 qardaş bir bacıyıq. İstəyirəm bacımız birinci bir nəsə bir dəqiqə aid bir gözəl sözlərini desin, ondan sonra biz qardaşlar başlayaq. Allah Dilgənə ömür versin. Başa düşmək olar, kövrəyənlərdə sevmiş o gözyaşlardır, ola bilsin ki, qəhərləndi. Yenə sizə xoş gəlmişsən deyirəm. Burada qohum əqrabadır. Bir də Dilgəmin ən yaxın dostlarıdır. Dost deyəndə, yəni dost da elə bir şeydir ki, qardaşdan da yeri gələndə elə bir ki, qardaş bərabər insanlardır. Hamınızı bir daha Dilgəmin ad günündə görüşdüyünüzə görə hamınızı bir daha təbrik edirəm. Çox sağ olun, hamınıza da göz aydınlığı verirəm. Allah hamınıza can sağlığı versin. Həmişə inşallah belə xoş günlərdə yaşayaq. Allah hamınıza can sağlığı versin. Dilgəmə də uzun ömür can sağlığı, bayaq Xürrəmən bir şey dedi. İnsan yaşlaşandan sonra həqiqətən də nəvə gözəl şeydir. Dilgəmə nəvə arzulayıram. Allah inşallah elə eləsin ki, Dilgəmə o nəvə dadında tatsın. Çox sağ olun, hamınıza da minnətdarımı bildirirəm. Hoş geldiniz. Bir balaca kövrəlim arada var. Ama ben buna baxmayaraq Dilgəmə can-canım arzulayıram. Allah səni başımızın üstündən əksik eləməsin. Bugün burada qohum əqrəbədir, kənar adam yoxdur. Qonşular, dostlar da öz ailə üzvlərimiz kimidir. Mən xahiş edəyərəm, yəni kimin ürək sözü varsa Dilgəm haqqında burada deyə bilər. Bugün bir eşitmək günüdür. Dilgəmin 60 ildə yaşadığı ömrü, gördüyü işi, fəaliyyəti bugün burada 60 yaş az deyil, yəni düzgü kimi canlandıra bilərik. Mən az eləyərdim ki, hər bir ailəyə Dilgəm kimi qardaş qismət eləsin. Və o cümlədən mən Dilgəmə arz edirəm ki, Dilgəm. Allah həyatda nə nimətlər varsa onun hamısını sənə qaldırsın. Nəvən olsun, nəticən olsun, ətrafın çox olsun. Mən səni təbrik edirəm. Sənin 70 yaşını, 80 yaşını, yubileylərini bu ətrafına bir yerdə keçəcəksən. Uzun ömür can sağlığı arzulayıram. Sağ olun. Sağ ol. Uzun ömür can sağlığı. Sen yaxşı qardaşsın. Allah sizin bizim üstümüzden ne sevmesin. Teşekkür ediyorum bu şarkımıza için tarifler. Çok sağ olun. Ben de kardeşlik yani uzun ömür can sağlığı. Mən kövrəlməyim, xahiş edirəm. Mən məlum məsələdir, kövrəli nəyə görədir. Onun bundan 50 yaş keçmişdir mənim. İtirdiklərimiz oldu, qazandıqlarımız oldu. Bu Allahın işidir. Bu günləri yenə kövrəlməyək. Mən rəmiz olaraq, qardaşlar, bazı adına Dilgəmə bir hədiyyəmiz var. Ben onu təqdim edeyim. Dilgəm. Kardeşlerim bacımın adına sana hediye. Buraya mutlu olan hediye. Yani burada söhbət bir mutlu 70 yaşında, 80 yaşında hediyeler sənin olsun, davamı gəlsin. Sənə olduğunu can sağlığı. Sen başımın
Kalbimin olu kardeş kardeş. Hani kardeşim? Olu kardeş Kardeşim sen. Başımın tacı kardeş sen. Ömrümün yazı kardeş sen. Kalbimin olu kardeş kardeş. Gözümün nuru kardeş. Kardeşler göçüden Tanrı'ya kurban oluyor. Kardeş bacı söyleyen diline kurban oluyor. Mikrofona dayalı Gıdabi. Əmoğlu, uzun ömür, can sağlığı arzulayıram sana. Həmişə bütün bu əmoğulları, Əmoğlu, uzun ömür, can sağlığı arzulayıram sana. 100 yaşayasın. Allah sana ömür versin. Bu qohum-əqrabalarla deyil. Dilgəm yaxınlaş. Bizim bu məclisinə yaxınlaş. Hocam sana tebrik ediyorum. Gün o gün olsun 70, 80, 90. 90'dan sonra bakarıq da. Allah seni sağ canla, sağlam canla balaların üstünden əski eləməsin. Ama oğlum, mən də təbrik edirəm səni. Uzun ömür can sağlayacağım sənə. Allah sənə həmişə bizə oğulluqdan böyük nəsə eləməsin heç vaxtı. Həmişə daima sənə can sağlar buyuruq. Gözəl əmoğlusan, gözəl axsaqlarımıza həmimiz, həm əmoğlumuz, həm ata yerində həmişə bizə dəstəksən. Allah sənə dəyməsin. Əmoğlu təbrik edirəm mən də.
60 illik yubileyimdir. Gün o gün olsun 80, 90, 100 illik yubileyim deyilir inşallah. Allah səni böyüklükdən, əmoğluqdan əsir eləməsin. Dilgem yeni yaşım mübarek. Əmoğlu təbrik edirəm. 1.60 yaşamsan birini de arzulayıram. İkinci 60 yaşam. Təbrik edirəm əmoğlu. Gələbil qurban sənə nəvə arzu edirəm. Allah sənə nəvələr qismət eləsin tezliklə. Sen niye oynamırsan Ayfer? Hürmetli
olur, padişahın da bir çobanı olur. Diqqətlə qulaq asın, bir dənə nəsə. Bu çoban padişahın malın dövlətin sürüsün çatıb çıxırar. Padişah başlayır bunu axtarmağa, vəzir vəkil yığılır. Neyse tapırlar, deyirlər, bunun ailəsində şu anda kim var? Deyir, bir arvadıdır, bir oğludur, bir dözüdür. Üzr istəyirəm bu arvadı sözünə görə. Bunun xanımının çəkirlər dar ağacına, padişah yenə, çoban yenə çıxmır üzə. Deyirlər, nə oldu? Deyir, bir də oğlu qalır. Bu oğlun dar ağacına çəkirlər, yenə bu padişah üzə çıxmır. Deyir, ben ne oldu, nətər ilə, niyə? Deyir, bunun evinə gedib gələn var da, onunla, qonşudan da maraqlarına bax, bu işlər getdikcə, yəni bunun ailəsində bu işlər gördük, maraqlarını bu evinə. Bunu çağıranda padişah cəmaatın içindən çıxır, deyir, nəhlə şeytana. Çoban cəmaatın içindən çıxır, deyir, padişah sağ olsun. O adamı asmayın, bəs çoban mənəm. Vəzir vəkil deyir, ay balam, sənin həyat yoldaşını astıq, gəlib çıxmadın. Oğluna, bu kimdir ki, sən bundan ötürü, sən özünü bir uza verdin ki, mənəm, deyir, padişah sağ olsun. Mən bunu desəm, məni də əhv edirsiniz, o adam da deyir, hə. Deyir, padişah sağ olsun, arvad odu eldən gəlib, oğul odu beldən gəlib. Amma dost odur ki, ürəkdən gəlib. Yəni, bura yığışanlar hamısı yəqin ki, Dilqəmin, bu ailənin ürək dostlarıdır. Yəni, burada sizin sağlığınız gedir, gürültülü bir alqışla məni alqışlayırsınız. Ay, sağ olun. Bir şeirim var, o da deyəcək, axı Kəlbəcər aldım o şeirindən mən. Deyil, çox əzbər bilir, bu dəqiqə kimi qaldırsam o şeir əzbər deyər sizə. Deyir, yay oldu mu bir yaylaqda olasan. Narın narın, yağış yağa kəngələ. Kəkotunu gül qarışıq yolasan, keyf çəkməyə yar yoldaşın təngələ. Öyrənəsən ovçuluğun təmini, ürküdəsən kəhliklərin cəmini, unudasan bu dünyanın qəmini, gecələrin gündüzündən təngələ. Dolça qırmaz qulaqların buzunu, yedizdirən sana əmlik quzunu, ay kəm eyləmə bozatmanın duzunu, baxan var meç qaşqa kəngələ. Kamandar da həzin oxuya, aşıq görən göz gedərmi yuxuya. Ay hər tərəfdən dağ havası qoxuya, bəlkə onda dirsəklənib gündələ. Sağ olun, oynamaq istəyənlər buyursun. İlqar müəllim işlədi, ona görə mən elələr şeylədim. Anar müəllim də yəqin havasını dəyişməyə çıxıb. Dostarsız bir daha olmayırmışım. Necə İranım, güdülsüz cəməm. Sizləri görəndə həzr edirəm mən. Köyümün tanədir, köhnə dostlarım. Sizləri görəndə həzr edirəm mən. Köyümün tanədir,
Məlum biz qonşuyuq və hardasa bir 5-6 ildən çoxdur ki, biz demək olar ki, hər günümüzü birlikdə görüşərik, müzakirələr eləmişik və məhəlləmizdə müəyyən işlərin və müəyyən gedişatda bir-birimizi tanımağa çalışmışıq və bildirim ki, mən Dilqəm müəllimə xüsusi bir simpatiyam oldu ki, ilk gündən. Onun nə ailə dəyərlərini bilmişəm, nə sosial statusunu bilmişəm, amma bir qonşu yanaşması ilə bu insanı tanımağa çalışmışam və görmüşəm ki, həqiqətən də xarakterli və gözəl bir insandır. Və bugün öz əksini tapan, təsdiqləyən bir məqam da oldu ki, deyir, bəzən insan kənarda bir hörmət yığa bilər. Amma ən vacibi o ailəsində yığdığı hörmətdir. Bu da o, bugün tədbirdə qardaş bacıların Dilqəm müəllim haqqında bildirdikləri fikirdən sonra artıq mən öz tərəfimdə qəbul etdim ki, bəli, mən deməli doğru adama doğru münasibəti göstərmişəm. Həqiqətən də Dilqəm müəllim öz ailəsində, öz ətrafında, istər hər zaman ehtiyac olan insanlara, istər ətrafındakı qohumlara qarşı həmişə diqqət olduğu kimi də qonşuluqda da bu diqqət və münasibət həmişə öz əksini tapıbdır. Mən arzu edirəm ki, buradakı insanlar da hər zaman Allah sağlıq qismət eləsin və növbəti Dilqəm müəllimin yubiley günləri, 70 yaşını, 80 yaşını və bu və digər qohumlar, dostlar, qonşular olmaqla daha böyük qeydlər etməyi nəsib eləsin. Dilqəm müəllim gözəl insandır və arzu edirik ki, Dilqəm müəllim həyatını arzuladığı kimi qalan ömrünü yaşasın. Sağ olun. Çox sağ olun. Mən də hər birini salamlayıram. Bildirmək istəyirəm ki, Dilqəm müəllimin deməli, məhəllədə nüfuzu olduğu kimi, qonşular arasında nüfuzu olduğu kimi, qohumlar arasında olan nüfuzunu da biz bir daha bugün gördük. Mən bir daha fəxr elədim ki, Dilqəm müəllim həqiqətən də bir elin ağsaqqalı, bir nəslin bir böyüdür, yol göstərənidir. Həqiqətən də Dilqəm müəllimi indi biz 8 ildir biz artıq qonşuyuq. Düzdür, yaxın münasibətlər 5-6 ildir formalaşdı, amma 8 ildir biz artıq bir yerdə qonşu kimi yaşayırıq. Və bildirmək istəyirəm ki, bu insanın çox böyük ürəyi var. Onun yaxın qohumları bildiyi kimi biz bir qonşu olaraq da biz bunu dəfələrlə şahidi olmuşuq. Hər gündə biz bunun şahidi oluruq. Həqiqətən də mən bir Azərbaycanlı olaraq fəxr edirəm ki, bizim Azərbaycanımızın, bir Kəlbəcərin belə bir dəyərli şəxsiyyəti var. Allah Dilqəm müəllimə uzun ömür qismət eləsin ki, o öz nəslinin ağsaqqalı olsun, belə deyək, nəslinə, qohumlarına, dostlarına hər zaman yol göstərsin, köməklik göstərsin. Biz Dilqəm müəllimin bir qızının
toyunda iştirak etmişik. Arzu edirəm ki, digər qızının və oğlunun toy mərasimində iştirak edək. Daha sonra 70 illik yubileyində də iştirak edərik. Özü də inşallah o yubileydə Kəlbəcərdə çox belə Dilqəm müəllimcinin evlərində biz onu qeyd etməyi istəyirik. Hansı ki, bilir ki, Dilqəm müəllimin ən böyük arzusu ata evini orada bərpa etməkdir. Bildiyim də hər şey icazə verilmir. Və biz sevinərək və fəxrlə gedib o yerdə bu yubileyə qədər bir neçə dəfə ora girəcəyik. İnşallah yubileyi də bu cür yox, daha böyük insanlarla bir yerdə qeyd edəcəyik. Çox sağ olun, təşəkkür edirəm, təbrik edirəm, var olun, sağ olun. Elə arada bir eşitdik ki, Dilqəm deyirəm, trubkanı qoyandan sonra deyir ki, bu bizim Dilqəmdir. Deyirəm, mama da başqa Dilqəm yoxdur axı. Bu bizim Dilqəmdir. Bax, həmişə bir yerdə olun, həmişə bir yerdə olun, həmişə bir-birinizə əyan olun. İndi bizim bu yaxınlığımız, bunlar hamısı bizim atalarımızın, analarımızın, babalarımızın, nənələrimizin bizə elədiyi vəsiyyətlərdir. Şimdi biz bu gün də bir yerdəyik. Bu gün də bir-birimizə həyan oluruz. Bu gün də bir-birimizə kömək edirik. Allah hamınızı var eləsin. Burada oturan insanlar doğrudan da hamısı əzizdir, hamısı tanışdır, hamısının üzü gülür. Həmişə üzünüz gülsün. Həmişə şən günlərdə olar. Dilqəmə nə arzu eləmək olar? Dilqəm doğrudan da çox belə 60 illik bu həyatda çox yeniş, yoxuş, gülər, qəmli, bütün normal insanlarda olan kimi həyat yaşayırdı. Bu Allah Taala'nın verdiyi həyatdır. Orada sözsüz ki, həm şənlənmək olur, həm qəmlənmək olur, hər şey olur. Amma əsas odur ki, insan o qəmli günlərindən də rahat çıxa bilir. O şənli günlərində də çaşmır. Bu böyük bir Allah Teala tərəfindən göndərilən İspitaniya. Sınaqdır, bəli, sınaqdır ki, bəli, Dilqəm o sınaqların hamısından kişi kimi çıxır. Bütün nəslin kökün üstündə duran bir insandır. Allah onu həmişə o nəslin kökün üstündən əski eləməsin, həmişə var olsun. Gün o gün olsun, bilirəm ki, subaylarımız çoxdur. O subaylarımızın toyuna gələk. Burada dəfələrlə hamı arzu elədi, mən də o arzulara qoşuluram. Dilqəm inşallah baba olsun. Hamımız onu sevinək. Vallahi ürəyimdə çox sözlər var. Da indi bu qədər deyim, çox vaxt uzalmayayım. Allah hamımızın canını sağ eləsin, sağ olun. Çox şadam ki, bugün buradayım, bugün sizinlə bir yerdəyəm. Sağ olun. Akşamınız xeyir olsun. Ben de Krem kardeş hem yaşı olduğumuzu göre size müracaat ederim. Allah sana sağlık versin. Allah ömrüme, günüme ne kadar yaşayışımıza Allah ne kadar ömür verirse onu sen sağlam canlı yaşamak arzulayın. Allah'tan arzu ederim ki evlatlarında subaylık var. Ben de göçürürsen Allah sana sağlık versin. Evlatlarının, yaxınlarının, qohumlarının hər birinin üstündə həmişə olduğu kimi olasan. Onu arzu edirəm ki, o nətər böyüdüb yola salırsan, qoy xırdalasından qətəsinə üstünə yola salırsın. Onu arzu edirəm ki, nəvə görəsən, nəvələrinin o nəvazişini görəsən, nəvələr sənin başını qalsın. Allah eləsin ki, məsələn, o qədər nəvələrinin sayı çox olsun ki, başına çıxmağa yer olmalıdır. Allah can sağlığı versin, bugünkü günün mübarək olsun. Hər birimizə çox xoşdur. Mən üçün də, yəni çoxları qardaşlar, bacılar adından gördüm məclisdə nəsə bir sual oldu. O sualın qarşısında görsəm, qardaşlarım hamısı görür. Allah sizə can sağlığı versin. Allah həyatınızda yenə deyirəm. O böyüdüb yola saldığın balalarının hamısının xırdalığına görəsən ki, o üstünə qaytarsınlar ki, saxla görək, saxlaya bilirsən. Allah can sağlığı versin. Çox
teşekkür ederim. Biz de çok hoş gündür bizim için. Gelip sizle bu albümümüzde iştirak ediyoruz. Canınız sağ olsun. Qohumluğumuz bundan da daim olsun. Çok sağ olun. Minnettarım. Dilgən müəllim, sizi təbrik edirəm. Gün olsun, inşallah 100 illiyinizə yaxşar. Və mən burada xüsusi bir məsələni qeyd etmək istəyirəm. Ümumiyyətlə, mənim üçün hər kəsin bir subyektiv yanaşması, subyektiv fikri var. Mənim üçün əsas meyar bir insanın ailəsinin, övladlarının, onun yaşadığı bir həyatın dəyərləri özündə yaşatması, mentalitet olaraq və digər prizmalardan baxsaq, həmən o dəyərlərə daima diqqətdə saxlayaraq öz həyatını davam eləmək əsas məsələlərdən biridir. Və bu günlərin siz həqiqətən xoşbəxtsiniz. Sizin övladlarınız və ümumi götürdükdə bu ailə dəyərlərini hər zaman öndə saxlayaraq bunu davam etdirməsi, əlbəttə ki, sizin qoyduğunuz bir o təməlin davamıdır və elə hesab edirəm ki, bu gələcəkdə də belə də davam edəcək və xüsusilə də o çağdaş zamanda heç nəyə baxmayaraq bir çox o parametrləri qorumaq indi təxmindir, xacımızdır və onlarla biz ünsiyyətdə olduğumuz zaman sizin onlara verdiyiniz o tərbiyə həqiqətən özünü bir üzə verməkdədir. Mən hesab edirəm ki, belə övladlara sahib olmaq özü böyük bir xoşbəxtlikdir və gələcəkdə də arzu edirəm ki, Allah hər bir kişiyə nəsib eləsin ki, öz övladlarının uğurları ilə sevinsin. Onların o, necə deyərəm, həyatdakı əldə elədiyi nailiyyətlər, istər şəxsi həyatında, istər karyerasında və Allahın köməkliyi ilə də inşallah 100 illiyinizi də övladlarınız və nəvələrinizin iştirakı ilə qeyd edək və biz də orada iştirak edək. Əslində elə bu həm sizə, həm özümüzə bir alqışdır. Elə hesab edirəm ki, Allah o günləri bizə nəsib edəcək. Bir daha təbrik edirəm. İnşallah nə arzu edirsinizsə özünüzə, onun 2 qatını mən sizə arzu edirəm və Allah bütün arzularınızın həyata keçirilməsini və o günləri bizə görməyi nəsib edəsin. Təbrik edirəm. Sağ olun. Çox sağ olun, minnətdaram bizə də söz verdiyinizə görə. Digər mən sizi təbrik edirəm. Allah sizə uzun ömür, can sağlığı versin. Mənim atam çıxış elədi, mənim atamın yanında mənim çıxış eləməyim düzgün deyil. Ona görə də mənim ürək sözləri və mənim ürəyimdə olan bütün arzuları mənim atam, mənim ağsaqqalım sizə dedi. Allah sizə can sağlığı versin, minnətdaram, təşəkkür edirəm, sağ olun. Təbrik edirəm bir qanday sizi. Günkü gündə atamın da iştirak etmək istəyirdi burada. Müəyyən bir səbəblərə görə gələ bilmədilər. Ondan əvəzindən mən sizi təbrik edirəm. Atam əvəzindən, anam əvəzindən hər birinizi sizi təbrik edirəm. Allah bizə həmişə sizə can sağlığı versin. Allah sizi var eləsin. Əsas can sağlığı olandan sonra hər bir şey özü tamamlanır. Var olasın. Bugün kim nə desə, hamısı yanaşırsan. Yəni, daim necə dedi, yaxşı qohum, yaxşı qonşu, yaxşı mamoğlu, yaxşı xaloğlu, hamısı yanaşırsan. Mən onları qırağa qoyuram, hamısını qırağa qoyuram. Yəni, sən çox gözəl qardaşsın, sən çox gözəl ailə başçısın və çox gözəl ailə davamçısan, nəsil davamçısın. Bundan ötürü biz sizdən nümunə götürürük və bizdən sonraki nəslə bunu ötürürük. Və ona görə mən Kəlbəcərlə fəxr edirəm ki, Kəlbəcərdə belə oğlanlar var və belə qardaşlar var. Təbrik edirəm səni, ürəkdən təbrik edirəm, öpürəm səni. Çox sağ olun, dəyərli qonaqlarımız. Çox sağ olun, əziz qohumlar, əziz qonşular, hamının namını deyirəm. Çox sağ olun təbriklərə görə. Mən Diləkdigən Məvəzdən elə sizə öz minnətdarlığımı bildirəm. Çox sağ olun ki, belə bu xoş sözləri günükündə mənim qardaşıma belə deyim, əlmağa edirsiniz. Çox sağ olun, mən də sizə minnətdarım.
Müziklerimiz devam ediyor dostlar. Bura bakın. Benim bura bakın canım. Tamam.
tamam olur. Bir alkışlar gelsin arkalarımız üzerine. Bir daha tebrik edirik. İnşallah 100 yaşını qeyd edəsən, atana göz aydınlıq verirəm, təbrik edirəm. Və istəyirəm ki, səndən də bir təbrik alaq da, Əminə. Eləmi? Buyur. İlk önce projelere teşekkür ederim, minnettarım ve Dilgan'ımı tebrik ederim, sağ olun. Alkışlayan dostlar. Kəlbəcərə qar yağır. Bir daha 15 ayaqlı alkışlar gelsin. Ayağa dur da bir ayağa dur. Təbrik edirik. Ana xanımla təbrik edirik. Ata əvəzimizdir. Yaşlı Dilgən var. Aydanı da təbrik edirəm. Aydanı da dönəri. Ad günüydü. Dilgənin ad günüydü. Sabahda Aydanın 10 yaşı yubileylərdir. Yubileylərdir. Yəni bayram bayrama qoyur. Geç sen de dur oradan. Küskünümüz belə keçsin. Bu onun layiqinə də hamı ürəyimiz istəyənlər də burada. Küçüğümüz olmasın. Çox mübarəkdir bugünkü günümüz. Sağ olun.
destinati a una pueblo, musica volumosa, tipo tanto, ready, composto, young, fast, slow.
İçimde hemen gel. Sen ben boynumda kaldım. Bak bak. Tamam onu saç takip edin. Ay malı, qızlar yemədi, mən də qaldım elə. Biz də şey yedik, özünə quru. Onları belə recdəyə paylaşdım. Sən deyirəm, denən Yağda deyirəm. Aydan ad mübarək. Aydan tortu. boz. Küfür. Bir də hamı sağ ol eləsin kameraya. Hə, sağ ol elə.